Zeydin üzünü nə vaxt göstərəcəksən? Soruşur, normal olaraq da siz mənim ailəmsiz, siz mənim izləyicilərimsiz. Yəni, gününüz, ən belə deyim, istirahət elədiyiniz, relaks olduğunuz vaxtınız mənlə keçir. Boş vaxtınızı mənlə keçirdirsiniz və soruşmağa da, istəməyə də təbii ki, haqqınız var. Bax, bərəkətə and olsun deyirəm ki, Zeydin üzünü pirim üçün və yaxud da naz elədiyim üçün gizlətmirəm. Bax, həqiqətən ciddi deyirəm bunu. Uşaqlar, siz nə var, Zeydin üzünü nə vaxt göstərəcəksən sualını tez-tez verdiyiniz üçün və o suala çoxlu like gəldiyi üçün əsl üzünü ortaya çıxardan bəzi insanlar var. Birini misal çəkim sizə, sadəcə birini. Dünən yorumda gördüm ki, yazıb ki, əşi, cəmaat da ki, bilmir neynəsinə, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, neyinirsiniz bunun uşağının qotur sifətini. Bax, buna görə göstərmirəm, bax, bu sözə görə, bax, bu şeyə görə. Mən sizin o xoş, belə deyim də, mənim göz nəfisdən qorxduğumu hamı bilir. Amma sizin o maşallah yazıb gözəl sözlərinizdən və yaxud da o gözəl baxan gözlərinizdən qorxmuram. Bax, bu tipdə insanların gözlərindən qorxuram. Bax, o uşaq təzə dünyaya gəlib də, heç bir günahı yoxdur, heç kəsə pisliyi yoxdur, heç kəslə işi yoxdur. Yəni, hal-hazırda İraq, ona bir şey olsa o cənnət mələyi sayılır da. Yəni, bunu hamımız çox gözəl bilir. Sənlə heç bir işi olmayan, sənə heç bir pisliyi dəyməyən bir uşağa qotur sifət deyə bilirsənsə, deməli, sənin o mundar gözün, sabah bir gün gəlib o uşağı həqiqətən də yıxa bilər. O cür rəylərdən, o cür gözlərdən bir müddət uşağı uzaq saxlamaq üçün göstərmirəm.